Mixail Saakashvili sərhəddi qanunsuz keçməyə görə əlavə 4 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Bu, keçmiş prezidentə dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilinən 9 illik cəzadan əlavə idi. Hakim hökm elan edərkən öz mülahizəsindən istifa edib və cəzasının miqdarını qismən birləşdirib. Komitə formatında müzakirələr davam edir. Artıq bu gün səhər saatlarından Səhiyyə Komitəsi məsələni müzakirə edib, Gürcar Su və Xalq Gürcünün birgə təşəbbüsü ilə cüzi miqdarda narkotik vasitələrin satışı ilə bağlı cinayət məsuliyyəti maksimum dərəcədə sərtləşdirilib. Yeni antinarkotik islahatına əsasən istifadəçilərə də əlavə məhdudiyyətlər qoyulacaq. Bir nəfər qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək və saxlamaq ittihamı ilə həbs edilib. O, 2002 təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş və hazırda şərti cəza altında olan şəxsdir. İstintaq hərəkətləri İhsan İslamqori Baş İdarəsinin əməkdaşları tərəfindən aparılıb. Cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır. Hüquq mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin üzərindən şəxsi yoxlama zamanı narkotik vasitəsi olan metadon götürüblər. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə araşdırma aparılır. Qiymətləndirmələrin mövzusu Salom Zurabishvilinin məqsədinin heç vaxt müxalifəti birləşdirmək olmadığını deməsidir. Bəzi siyasətçilər bu cür bəyanatlar vermək əvəzinə Salom Zurabishvilini mitingində iştirak etməyə və xalqın yanında olmağa çağırırlar. Sabiq prezidentin fikrincə, güclü koordinasiya hər şeyi tab gətirən, bilən şeydir. Yalançı birlik isə müdafiəsizdir. Müxalifət birləşməsinin bir partiya ətrafında yox, partiyaların ümumi maraqları ətrafında olduğunu deyir. Giyaturada mədənçilərin etirazı davam edir. Lakin hadisə yerinə toplaşanlar Giyatura yerli hakimiyyət binası qarşısında piket keçirməkdən çəkiniblər. Onlar hökumətin onların tələblərini yerinə yetirmək niyyətində olduğuna dair qeyri-rəsmi məlumatlara malik olduqlarını deyirlər. Mədənçilər hələ də öz maaşlarını tələb edir, şirkətin Gürcü manqanı ilə münasibətlərin araşdırılmasını, ardınca onun Giyaturadan çıxarılmasını və mineral hasilatı prosesinin dövlətə təhvil verilməsini tələb edirlər. Xatırlatmaq istərdik ki, Georgian Marganes şirkəti səbəb kimi əməliyyatların rentabilizasiyasını göstərərək martın 1-dən yeraltı mədənlərin işlərinin dayandırıldığını elan edib. Bu qərardan əvvəl keçən il noyabrın 1-dən etibarən 6 aylıq iş dayandırıldı, o zaman işçilərin maaşlarının 60% azaldılması vəd edildi. Georgian Marganes şirkəti onlara cəmi 3 ay maaşlarının 60%-ni ödəyib. Ayı Xarici İşlər Nazirləri bugün Brüsseldə görüşüblər. Gürcüstan məsələsindən müzakirə olunacaq, bunu jurnalistlərin sualını cavablandıran ayının ali nümayəndəsi Kaya Kallas deyib. Nazirlər Ukraynada davam edən böhranı müzakirə edəcəklər. Ukrayna Xarici İşlər Naziri də məsafəli tədbirdə qoşulacaq. Yaxın şərqdə davam edən ixtişaşlar da gündəmdədir. Söhbətin mövzusu Suriyadakı mövcud vəziyyət olacaq. Məlumdur ki, nazirlər Avropa İttifaqı ilə ABŞ arasında münasibətləri də müzakirə edəcəklər. Donald Trump və Vladimir Putin arasında sabah telefon danışığı baş tutacaq. Bu barədə Amerika prezidenti bildirib. Trumpın sözlərinə görə Ukraynadakı müharibənin dayandırılmasını müzakirə edəcək, o şansının yaxşı olduğunu düşündüyünü, bu müharibəni bitirə biləcəyini görmək istəyir. Jurnalist Amerika prezidentindən atəşkəslə bağlı müzakirələr zamanı hansı güzəştlərin müzakirə olduğunu soruşub. Atəşkəslə bağlı razılığa gəlmək mümkün olacaqmı? İndi dünya Vladimir Putin qərarını gözləyir. Trump Rusiya prezidentinin kifayət qədər yaxşı tanıdığını və təklifi qəbul edəcəyini düşündüyünü desə də, Putin atəşkəslə razılaşmasa, bunun pis olacağını bildirib. Donald Trump bu barədə Sheryl Atkinsona müsahibəsində bildirib. Jurnalist Amerika prezidentinə prezidentlik kampaniyası zamanı Ukraynada müharibəni 24 saat ərzində bitirəcəyi ilə bağlı verdiyi bəyanatı xatırladıb. Trump onun bəyanatın bu qədər istehzalı olduğunu bildirib. Marco Rubio ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff və Rusiya prezidenti Vladimir Putinin görüşdüyünü perspektiv adlandırır. Jurnalist CNBC News-a müsahibəsində dövlət katibinə Witkoffla Putinin görüşünün onların atəşkəsə doğru irəlilədiklərini və bunun gecikdirici bir taktik olub olmaması ilə bağlı fundamental suala cavab verəcəyini xatırladıb. Rubio danışıqları açıq şəkildə müzakirə etmək niyyətində olmadığını dəfələrlə bəyan etdiyini bildirib. O həmçinin bildirib ki, birinci plan atəşkəsdir.
İkinci planda isə bütün tərəflər bu müharibəni nəhayət sona çatdırmaq üçün masa arxasında oturur. Donald Trump Ukraynada davam edən müharibə ilə bağlı Recep Tayyip Erdoğan'la telefonla danışıb. Türkiyə Prezidenti Administrasiyasının məlumatına görə, söhbət zamanı Erdoğan Trumpın Rusiya və Ukrayna arasındakı müharibəyə son qoymaq üçün qəti və birbaşa təşəbbüslərini dəstəkləyib. O həmçinin qeyd edib ki, Ankara müharibə başlayandan bəri ədalətli və davamlı sülhə can atıb və bundan sonra da bunu davam etdirəcək. Söhbətdə Erdoğanın bu ölkəyə qarşı sanksiyalarının ləğvini tələb etdiyi Suriyadakı vəziyyətə də toxunulub. Qeyd edək ki, Erdoğanla Trump arasında bundan əvvəlki telefon danışığı noyabrın ayında olub və Türkiyə Prezidenti Trumpı seçkilərdə qələbəsinin münasibəti ilə təbrik edib. Fransa Prezidenti Emmanuel Macron Avropa Birliyi ölkələrini Amerikadan müdafiə avadanlığı almağı dayandırmağa və bunun əvəzində diqqəti Avropa istehsalçılarına yönətməyə inandırmağa çalışır. Macron qeyd edib ki, məqsədi Amerika mallarını almağa dəvət etmək, Avropa ölkələrini razı salmaqdır. Onun fikrincə bu istehsal templərini artırmaq üçün bir yoldur. Politico xəbər verir ki, NATO'nun əsas Avropa ölkələri əvvəlkindən daha çox Amerika silahlarından asılıdır. Macronun şərhi də məhz bundan ibarətdir. Ukrayna ilə bağlı danışan Fransa prezidenti onu da qeyd edib ki, Rusiyanın Ukraynada atəşkəsi təmin etmək üçün xarici hərbiçilərin yerləşdirilib, yerləşdirilməməsi ilə bağlı qərar vermək hüququ olmayacaq. Macron bildirir ki, mümkün atəşkəsdən sonra Ukraynaya təhlükəsizlik zəmanəti verən Fransa, Britaniya və digər ölkələr əsas nöqtələri bir neçə min əsgər göndərə bilər. Lelo Gürcüstan üçün dövlət məktəblərində DTX-nın nəzarətin gücləndirilməsindən bəhs edir. Bu arada partiyanın nümayəndəsi Batum ofisində açıqlama verib. Onun sözlərinə görə Təhsil Nazirinin 12 mart tarixli əmri ilə qondarma Oden İnstitutu adlanan qurum dövlət məktəblərinə qayıdır. Söhbət resurs mərkəzlərinin səlahiyyətlərinin artırılmasından gedir. Bunun əsasında təhsil resurs mərkəzlərinin rəhbərliyi tabeliyindəki məktəblərdə fərdi məlumatların mühafizəsini təmin edəcək nümayəndə zabit təyin etmək hüququnu verilib. Raqbi üzrə milli komandanın üzvləri, məşqçilər, heyət və Raqbi İttifaqının rəhbərləri şərəf ordenləri və şərəf medalları ilə təltif ediliblər. Prezident Mixail Qavilaşvili, baş nazir və parlament sədrinin birgə təqdimatı ilə müstəsna idman nailiyyətlərinə, xüsusilə də 2022-ci ildə İtaliya və Wales rəqbi komandalarına qarşı keçirilən oyunlarda tarixi qələbələrə verdiyi töhfəyə görə idmançılara Gürcüstan dövlət mükafatları təqdim edilib.